Deməli, yalnız burada riyaziyyat və məntiq dərnəyinə gedən şagirdlərin sayını bir öncəki sualda tapdıq. Burada 8 şagird, burada 12 şagird, burada isə 15 idi. Ümumilikdə 35 şagird var idi. Bizdən soruşulur, yalnız riyaziyyat dərnəyinə gedən şagirdlərin orta yaşı, yalnız riyaziyyat dərnəyinə gedən 15 nəfərdir. Bunların orta yaşı 14-dür. Deməli, cəmi yaşları 15 vur 14. Yalnız məntiq dərnəyinə gedən 8 nəfər şagird var. Onların orta yaşı 9-dur. Hər iki dərnəyə gedən şagirdlərin orta yaşı isə, yəni 12 nəfərin orta yaşı isə 11,5-dir. Və bizdən riyaziyyat və məntiq dərnəklərinə gedən bütün şagirdlərin orta yaşı tələb olunur. Ədədi ortaya əsasən, ədədi orta ədədlərin cəminin onların sayına nisbətidir. Deməli, biz bu cəmi tapmaq üçün 15-i 14-ə vurub, 8-i 9-a vurub, 12-ni də 11,5-ə vurub, toplayıb sonra uşaqların sayını, yəni 35-ə bölməliyik. Hesablayaq. Deməli, burada alınacaq 37 210, 8-i 9-a 72, 12-ni də 11,5-ə 2-yə vursaq 23, 23-ü də vursaq 6-ya. Deməli, 138 alarıq. Toplam olacaq 138 ilə 72-ni toplasaq 100, daha doğrusu 0, bir də yadda 1, bir də yadda 2, 210, 210, 420. 420-ni də bölək 35-ə. Hər ikisini 7-yə bölsək yuxarıda 60, aşağıda 5 düşər. 60-ı da 5-ə bölsək 12. Deməli, şagirdlərin orta yaşı olacaq 12.